Fərz edin ki, biz 6 günlük iş qrafiki ilə çalışırıq və aprelin 20-si 2026-cı il tarixdən 15 günlük məzuniyyətə çıxmaq istəyirik. Gəlin 15 gün məzuniyyətdən sonra ilk iş günümüz hansı tarixə təsadüf edəcək, onu birlikdə tapmağa çalışaq. Bunun üçün Workday International funksiyasından istifadə edəcəyik. Yazırıq. Bərabərdir Workday International və təb düyməsini klikləyərək funksiyamızı aktivləşdirdik. İlkin start date hissəsinə başlanğıc tariximizi qeyd etdik. Digər D hissəsinə isə neçə günlük məzuniyyətə çıxmaq istəyiriksə və bizim bu nümunədə 15 gün olduğu üçün B4 xanasını ötürdük. Digər nümunəmizdə weekend, yəni biz həftənin hansı günləri işləyirik və hansı günümüz istirahət günümüzdür. 6 günlük qrafiklə çalışdığımız üçün biz burada 11-i, yəni istirahət günümüzü bazar günü qeyd edəcəyik. Holiday hissəsində isə bizim burada bayram günləri həmin aralığa düşmədiyi üçün bu hissəni boş qeyd edəcəyik və mötərizəni bağlayaraq Enter klikləyirik. Gördüyümüz kimi verilmiş tarixdən 15 günlük məzuniyyətə çıxsaq, ilk iş günümüz bizim mayın 7-si 2026-cı il tarixi qeyd olunmuş olacaq.